Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleyküm, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bəhsimiz Nəhcül Bəlağədən dərslər verilişində yetişdi birinci xütbədən olan Adəm əleyhissalamın yaradılışına. Biz keçən verilişdə xütbənin bu hissəsini oxuduq, tərcümə etdik, lüğətlərini məna etdik. Bu hissədə inşallah qısa şəkildə bunlara izah verməyə çalışacağıq. Minha fi sifəti Adəm, birinci xütbənin digər bir hissəsi də Adəm əleyhissalamın yaradılışı barəsindədir. Adəm əleyhissalam hansı formada və necə yaradıldı? Keçən verilişdə də qeyd olundu. İmam Əli əleyhissalam aləmi, bu dünyanı, yeri, göyü yaratdıqdan sonra bu dünyanı Əli əleyhissalam buyurdu ki, Allah Taala mələklərlə doldurdu. Bu dünya yarandıqdan sonra, mələklər yarandıqdan sonra Allah Taala Adəmi yaratdı. Amma necə yaratdı? Artıq burada işarə edir. Sümmə cəməə subhanə. Sonra Allah Taala yığdı, topladı. Nəyi topladı? Min həznil ərzi və səhliha və əzbiha və səbxiha. Artıq biz bura tərcümə elədik, izahına işarə edəcəm. Yerin quru hissəsindən, yerin möhkəm hissəsindən və səhliha, yerin yumşaq hissəsindən və əzbiha və səbxiha, yerin şirin hissəsindən, yerin şor hissəsindən. Ağay Xuyi Nəhcül Bəlağənin şərhin yazan Minhacül Bəraə fi şərh Nəhcül Bəlağə kitabının sahibi buyurur ki, hazihi ila işarətun ila ennəl qəbzətəl məxuzə min qeyri məhəllin vahidin min vəcihil ərz. Həqiqətdə İmam Əli əleyhissalamın buyurduğu bu cümlə bu məsələni çatdırır ki, Allah Taala Adəmi yaradanda ki, torpaqdan yaratdı. Quran da bu məsələni təyin edir. Sadəcə olaraq Quranda işarə olunmasa da Əli əleyhissalam onu açır. Burada izah edir ki, Adəm əleyhissalamı yaratmaq üçün seçdiyi, yığdığı, topladığı torpaq yerin bir hissəsindən deyildi. Bəlkə yerin möhkəm hissəsindən də orada torpağı var idi, yumşaq hissəsində də, şirinindən də, necə deyərlər, şorundan da. Ki, bu ki, insanların bəziləri görürsünüz ki, çox möhkəm olur, bəziləri yumşaq xasiyyətli olur. Bəzən görürsən ki, bəziləri, necə deyərlər, şirin danışığı var, gözəl əxlaqı var. Amma bəzilər görürsən ki, acıdır, təlxdir, nə bilim, başqa cürə xüsusiyyəti var. Bu qayıdır onun təbiətinə. Hər bir insanın təbiətində bu xüsusiyyətlər qoyulmuşdur. Sadəcə olaraq insan gərək o gözəlliyi seçsin, onun əsasında hərəkətə getsin. Allah Taala yer üzünün müxtəlif torpaqlarından cəm elədi, topladı. Sonra bu ki, turbətən sənnəha bilmə. Sənnəhanı mən keçən dəfə məna edirəm. Sənnə yəni məzəcəha. Yəni Allah Taala o 4 dənə torpağı ki yığdı, 4 həm möhkəm idi, yerin möhkəm hissəsindən, yumşaq hissəsindən Allah Taala bunu qarışdırdı su ilə. Yəni su əlavə elədi bu torpağa. Hətta xələsət, sarət xalisətən. Artıq bu torpaq su əlavə olduqdan sonra xalis şəkildə artıq palçıq şəklinə gəldi. Və la təhə, əlsəqəhə bilbəlləti, bir rütubəti. Bu palçığa su qatdıqdan sonra su o qədər bunu əlavə elədi ki, artıq bu torpaq halından keçdi. Bu artıq palçıq halına gəldi, yəni bu rütubətin vasitəsilə, hətta ləzəbət gəldi, möhkəm bir palçığa çevrildi. Sonra bu ki, fəccəələ, bəzi nüsxələrdə cəbələ var, bəzində cəələdir. Hər halda mənası bu ki, yəni xələqə, yəni qərar verdi. Allah Taala həmin bu insanı ki, yaradandan sonra, bu torpağı palçığa qatandan sonra, torpağı suya qatandan sonra, suyu torpağa qatandan sonra, bu palçıq halına gəlib çatandan sonra Allah Taala qərar verdi həmin o palçığı surətən, zat-ı əhnain və vusul və əzain və fusul. Allah Taala bunu elə qərar verdi ki, bu palçıqda həm birləşən yerlər var idi, həm ayrılan yerlər var idi, həm əyri olan yerlər var idi, həm əzalarda müxtəlif üzvlərdən ibarət idi. Əcmədəha hətta istəmsəqat. Allah Taala onu o qədər qurutdu ki, möhkəm halına gəldi və əsələdəha, saf elədi onu, hətta səlsələt.
Hətta səlsələt, yəni keçən verilişdə işarə elədim. Yəni artıq bu torpağa ki, su qatılandan sonra o qədər bunu möhkəm elədi, saf şəklində oldu və o qədər bu palçıq bir-biri ilə ovuldu ki, bu palçıq da saf şəkildə, möhkəm şəkildə dura bilən şəklinə çevrildi. Baxın, kərpic kəsiləndə də mən özüm görmüşəm bunu uşaq vaxtı. Torpaqdır, o torpağa su qatırlar. Su qatıldıqdan sonra görürsən ki, onu o qədər ovurlar ki, nə su şəklində qalır, nə torpaq şəklində qalır. O qədər onu möhkəmlədirlər ki, artıq o rahat şəklində o qəlbin içində qala bilir. Adəm əleyhissalamı da sanki Allah Taala yaratmamışdan qabaq torpaq müxtəlif hissələrdən, yeri müxtəlif hissələrdən su əlavə elədi. O qədər əlavə elədi, bu möhkəm halına gəldi və artıq dayana biləcək şəklinə düşdü. Bunu deyəndən sonra Əli əleyhissalam buyurur ki, və bədə ən əkmələllahu subhanahu lis-surə ə'zâ'əhə və cəvarihəhə və həyyəhə li qəbulur ruh əbqâhə li vəqtin mə'dud və əcəlin məlum. Bir hissəsi bu Ağay Xuyinin izahı idi. Allah Taala bunu bu şəklə salandan sonra, Allah Taala bu surəti kamilləşdirəndən sonra üzvlər verdi, ondan sonra onu bir növ hazırladı ruhu qəbul etmək üçün. Allah Taala müəyyən müddətdə bunu belə də saxladı. Müəyyən müddət elə belə də qaldı. Li vəqtin mə'dud və əcəlin məlum. Nə üçün? Bir hikməti var idi. Müəyyən bir hikməti, bir məsləhəti var idi. Məsləhəti haqqında da bəzi şeylər deyiblər, ona da işarə edəcəm. Əvvələn qeyd edək ki, nə qədər belə qaldı? Allah Taala palçıqdan bir adam şəklində deyək, insan şəklində düzəltdi, möhkəm şəkildə belə də qaldı. Li vəqtin məlum, məlum olan vaxta qədər. İnsan surəsinin 1-ci ayəsini əsasən ki, Allah Taala buyurur: "Həl əta ələl insan hinun minəd-dəhr ləm yekun şey'ən məzkura." İnsan üçün elə bir vaxt var idi ki, o insan idi, amma xatırlanan bir insan deyildi. Yəni hələ ona ruh verilməmişdi. Yəni ona həqiqi insan deyilə bilməzdi. Sadəcə olaraq bir dənə şəkil idi. Məcmu'ül Bəyan təfsirində Əmin Hüseyn Təbərsi buyurur ki, və qad kana şey'ən, Adəmə ruh verilməmişdən, üfürülməmişdən öncə o bir şey idi. İlla ənnehu ləm yekun şey'ən məzkura. Amma dəyərli bir şey deyildi. Palçıqdan bir ibarət idi ki, necə deyərlər, bir surət şəklində düşmüşdü ora. Bir cəsəd idi. Li'annahu kana turaban, özü deyir. Çünki o bir torpaq idi və tinən palçıq idi. İla en nufixa fihi ruh. Ruh ona üfürülənə qədər elə o formada da qaldı. Və qilə, belə bir deyim vardı. Deyilib ki, innehu əta ələ Adəm ərbəunə sənətən. Adəm əleyhissalam bu formada 40 il qaldı. Ləm yekun şey'ən məzkura. La fissəma və la fil ərz. Nə göylərdə yad olunurdu, nə də yerlərdə. Niyə? Çünki bir torpaq olan bir şeydi. Torpaq şəklində bir dənə cəsəd idi, cənazə idi, sanki düşmüşdü ora. Li'annahu kana cəsədən, bir dənə cəsəd idi. Mulqa minəttin, torpaqdan, palçıqdan düzəlmişdi. Qəblə ən yunfəxə fihi ruh. Ruviyə rəvaətə ən İbn Abbas ənəhu təmmə xəlqu bə'də 20 və 100 sənətən. Bəziləri işarə elədim. 40 il belə idi, bəziləri biraz da artıq deyir. İbn Abbasdan Əta nəql edir ki, təqribən 120 il belə qaldı. Hər halda o önəmli deyil. Amma Əli əleyhissalam buyurur ki, bir müddət belə qaldıqdan sonra Allah Taala ona öz ruhundan üfürdü. Amma sir nədən ibarət idi? Allah Taala elə həmin dəqiqədə ona öz ruhundan üfürə bilməzdi. Amma bunun Allahın hər bir işində bir məsləhət və hikmət olduğu kimi, bunda da bir hikmət var. Ağay Xuyu burada ona işarə edir. Buyurur ki, vəl ola ən yuqal innə sirrə fihi. Bunun sirri nə idi? Buyurur ki, innə sirrə fihi li illəti etibarı li mələikə. Bir növ mələklərin bu məsələdən ibrət alması üçün idi. Ki izil etibar fi tədric əksər liyə'ləmən nas ya liyə'ləmən nas ət-təənni fil umur və ədəm istical. Etibar, yəni ibrət bu mənada ki, həqiqətdə bir növ tədrici işi, hər hansı bir işi tədrici halında həyata keçirmək daha ibrətə uyğundur, daha ibrət götürülməli bir məsələdir. Və yaxud da buyurur ki, ya da Allah Taala istəyirdi bunun da vasitəsilə insanlara
bir dənə hökmü, bir dənə məsələni öyrətsin. O da bu idi ki, hər bir işdə biraz dözümlü olsunlar, səbirli olsunlar, əcələ eləməsinlər, tələsməsinlər. Hədislərdə var ki, əl-əcələtu minəş-şeytan, tələsmək şeytandandır. Şeytandandır. Amma səbirli olmaq Rəhmandandır, Allah Taala tərəfindəndir. Necə ki bir misal da vurur. Buyurur ki, və mislu xalqis semavat vəl ərz fi sittəti əyyam. Necə ki Allah Taala yerləri və göyləri yaradanda deyir ki, 6 günə yaratdım. Fi sittəti əyyam. Quran-Kərimdə də var, hədislərdə keçib 6 gündə. Yəni Allah Taala eləyə bilməzdi bir gündə yaratsın, 2 gündə yaratsın, nə üçün 6 gündə? Bu özü də bir dərsdir insanlara ki, heç bir işdə tələsməsinlər. Vələv şaəllahu, Əli əleyhissalamdan bir hədisə işarə edir ki, digər bir kəlamlarından Nəhcül Bəlağada gəlməyib. Buyurur ki, Bahar Ulanvarda gəlir. Vələv şaən yəxluqaha fi əqalli min ləmhil bəsər ləxələqə. Əgər Allah Taala istəsəydi, bir göz qırpımında bunu yaratsın, yaradardı. Allah Taala əla kulli şeyin qədir. Bütün şeylərə qüdrəti vardı. Sadəcə olaraq vəlakinnəhu cəələl inaətə vəl mudarata misalan li ümənaihi və icaban lil hüccəti əla xəlqi. İki işarə edir ki, insanlar gərək ondan ibrət götürsünlər, heç bir işlərində tələsməsinlər. Hər halda Allah Taala Adəm əleyhissalam bu insan şəklində bir torpağa çevirdikdən sonra, palçığa çevirdikdən sonra müəyyən müddətdə belə qalır. Sümmə nəfəxə fiyha ey fis surətil müstəiddə li qəbulin nəf min ruhihi. Allah Taala öz ruhundan ona üfürür. Öz ruhundan məqsəd nədir? Ruhun həqiqəti nədən ibarətdir? Allah Teala Qurani-Kərimdə peyğəmbərə deyir ki, ya Rasulullah, yəsəlunəkə anir-ruh. Səndən ruh barəsində soruşsalar, qulir ruhu min əmr Rəbbi. Denən ki, ruh mənim Rəbbimin işidir. Onun əmr aləminə aid olan məsələlərdən biridir. Sonra davamında buyurur ki, siz bu ruh barəsində az bir elmə maliksiniz. Ona görə ruhun həqiqəti barəsində bu qədər bilirik ki, bu ruh Allaha məxsus olan bir şeydir. Əlbəttə, burada da deyirlər, nə üçün Allah Taala ruhu özünə nisbət verib, nəfəxtu fihi min ruhi, Quran-ı Kərimdə buyurur ki, mən öz ruhumdan ona üfürdüm. Bu ruh mücərrəd bir varlıqdır. Bunun həqiqəti biz üçün məlum deyil. Necə ki, Allahın zatı müqəddəsi bizə məlum olmadığı kimi. Amma Allaha nisbət verilir. Bəzən deyirlər ki, bu nisbəti şərafətdir. Necə ki, Allah Taala bu aləmdə, yəni bu yer üzündə olan bütün yerlərdən fərqli olaraq Kəbə evini özünə nisbət verib. Beytullahul Həram, Allahın evi ya da beyti, mənim evim. Allah Taala özünə Quran-ı Kərimdə nisbət verib. Burada həqiqətdə şərafət mənasındadır. Elə bu baxımdan bəziləri də buyururlar ki, mən hədis ki var Əli əleyhissalamdan, peyğəmbərdən də nəql olunub, hər kəs özünü tanıyarsa, mən ərəfə nəfsəhə, fəqət ərəfə Rəbbəhə. Hər kəs özünü tanıyarsa, öz Rəbbini də tanımış olar. Yəni, bu cismi tanımağına, təbii olaraq bunun insanın ruhu, onun mücərrədin, onun həqiqətini təşkil eləyən həqiqəti tanımaqla insan eləyə bilər ki, Allahını da tanısın. Amma ruhun həqiqəti barəsində bizim alimlərimiz, yəni filosoflar, İslam filosofları, mütəkəllimlər bəzi məsələlərə işarə ediblər. Mən də burada qısa şəkildə bəzi hissələrini oxuyuram. Buyurur ki, fəələmənəhu qad yutlaq ələl nəfsin natiqə. Bəzən ruh deyəndə nə nəzərdə tutulur? Nəfsi natiqə. Bu natiq burada danışan, dillə danışmaq mənasında deyil. Bəlkə burada təfəkkür edən mənasındadır. Yəni o nəfsə deyirlər ki, o təfəkkür xüsusiyyətinə malikdir, təfəkkür edən nəfsdir. Əlləti təzəmül hükmə ənnahu mücərrədətun. Hansı ki, filosofların nəzərində, şəmanın nəzərində o bir dənə mücərrəd bir varlıqdır. Hansı ki, bütün elmlər, bütün kəmal xüsusiyyətləri hamısı ona aiddir və bədəni də idarə edən həmin o həqiqətdir. Təfəkkür ona məxsusdur. Kəmalat, bütün ülum, elmlərin hamısı ona məxsusdur. Bədəni idarə edən də odur. Əlbəttə, bəzən deyirlər ki, ruhu heyvanı da var, ruhu nəbati də var, bitkilərə aid olan ruh, heyvanlara aid olan ruh. Biz burada onu nəzərdə tutmuruq. Əsas həmin ruhu insanidir ki, heyvanlarda da yoxdur və
nəbatatda da yoxdur. Allah Taala öz ruhunu ona üfürdükdən sonra fətəməssələtis surətil məcbulə bədə nəfxir ruh insana. Bu həmin bu surət, həmin bu heykəl, bu mücəssəmə ruh ona üfürüldükdən sonra o artıq insan oldu. Amma hansı formada insan oldu, hansı keyfiyyətdə inşallah gələn verilişimizdə davamını siz əzizlərin nəzərinə çatdıracağam. Hamınızı Allaha tapşırıram. Və sallallahu əla seyyidina Muhammed və alihi tahirin.